Necə ki deyirik ki, mükəmməl insan yoxdur, eləcə də mükəmməl valideyn yoxdur. Avtoritar rejimdə böyüyən insanlar övladlarında demokratik üsluba daha çox üstünlük verirlər. Uşaqlar da özlərini nə vaxt yetərsiz görürlər? Çox müqayisə ediləndə. Əvvəl yeniyetməlik dövrü başlayırdı 14-15-16 yaşında, indi yeniyetməlik yaşı aşağı enir. Odaqlanacağımız hissə uşağın müsbətləridir, mənfiləri deyil. Biz unutmamalıyıq ki, biz sərbəst bir şəxsiyyət böyüdürük. Şəxsiyyət deyəndə öz qərarları olan insan nəzərdə tutulur. Turanə xanım, salam. Salam. İlk sualım belədir. Uşağa hər dediyini almaq sevgi sayılır? Xeyr. Bəzən valideynlər bunu uşağın hər dediyini almağı sevgi hesab edirlər və onlar belə düşünürlər ki, əgər uşağımı nədənsə məhrum edərəmsə, xüsusən əgər o mağazada nəyisə görürsə və yaxud küçədə keçəndə başqa bir uşaqların əlində hansısa bir oyuncağı görürsə və məndən istəyir, mən bu oyuncağı ona almıramsa və mən yetərsiz olacağam. Övladıma istədiyim kimi və yaxud da mən uşaqlıqda necə istəyirdimsə valideynlərim olsun, o cür valideyn ola bilməyəcəm düşüncəsində olurlar. Amma bu sevgi deyil. Niyə bu sevgi deyil? Çünki biz əgər düzgün davranışlı, düzgün, tərbiyəli övlad yetişdirmək istəyiriksə, qadağalar da qoymağı mütləq bacarmalıyıq. Mənim üçün bizimlə maraqlı olur. Tam marketlərdə falan görürük və ya hansısa bir mağazalarda, uşaq mağazalarında adətən. Uşaq nəyisə istəyir, amma valideyn onu almır. Uşaq biraz daha artırır aqressiyasını və orada artıq valideyn şiddət göstərir. Yəni, o situasiyada valideyn hansı formada davranış göstərməlidir və ya sərgiləməlidir ki, uşağı orada heç bir travma qoymasın? İlk öncə bəzən bizə elə gəlir ki, tam ki 2 yaşı var, 3 yaşı var, 5 yaşı var, uşaqdır. O heç nə başa düşmür. Bu heç nə başa düşmür cümləsini biz ümumiyyətlə leksikonumuzdan çıxarmalıyıq. Niyə? Çünki uşaqlar hər şeyi çox yaxşı da başa düşürlər və nəyi necə hard etmək lazımdır bunu bilirlər. Məsələn, əgər müşahidə eləsəz, çox az halda evdə uşaqlar bunu edirlər. Amma qonaqlığa gedəndə, marketdə olanda, küçədə olanda, başqa bir uşağın parkda, başqa bir uşağın əlində oyuncaq görəndə bunu daha çox edirlər. Niyə? Çünki ilk dəfə bunu edəndə görüblər ki, valideyn utanır. Valideyn utanır və uşağın istədiyini edir. Və yaxud da ətrafdakılar nə deyər? Bəzən məsələn özüm də şahidi olmuşam ki, valideyn nə isə almır. Tam uşaq hansısa bir şokolad istəyir, valideyn almır. Kənardan biri deyir ki, uşaq da ev yoxdur, tanımır. Qoy gedim mən alım. Yəni bu valideyn özü qadağanı qoyur uşağa. Və yaxud da belə etmək olar. Evdən çıxırsınız, əgər uşağı da özümüzlə aparırıqsa marketə, müəyyən bir məbləğ təyin edə bilərik. Tutam ki, sən 5 manatlıq nəsə ala bilərsən. Ola bilər ki, tutam ki, uşaq 5 manatlıq 2 nəyisə seçəcək və yaxud da 5 manatlıq bir hansısa bir oyuncağı və yaxud şirniyyatı seçəcək. Yox, uşaq bunu etmirsə, tutam ki, istədiyi o 5 manatlıqdır və özünü atdığı yerlə marketdə ağladı, həmin anda nə edirik? Ya 5 manatlıq bir şey alırsan, ya biz qayıdırıq. Bəzən valideynlər deyir ki, mən yorğunam, aldığım əşyaları oradan qoyum, təzədən geri. Əgər bir dəfə biz bunu etsək, tutam ki, səbəti qoyduq, geri qayıtdıq, uşağı veririk evdə, tutam ki, nənəyə, babaya və yaxud da atasına, geri qayıdıb öz istədiklərimizi alırıqsa, uşaqda artıq bu formalaşır. Anam dedi və etdi. Növbəti dəfə marketdə 5 dəqiqə ağlayacaq. 5 dəqiqədən sonra biz deyəndə ki, bax indi keçən dəfəki kimi yenə də biz evə qayıdacağıq. Uşaq artıq sakitləşməyə başlayır. Mütləq yəni biz bunları tətbiq etməliyik. Bizim bugünkü problemimiz bilirsiniz nədir? Biz deyirik, amma onu etmirik. Deyirik ki, məsələn, indi səbəti qoyub burada gedəcəm və yaxud da istədiyin heç bir şey almayacağam. Bu sözü deyirik, amma yenə də uşağın istədiyini alırıq. Uşaq da bundan istifadə edir. Bu bir dəfə olur. Bir dəfə olandan sonra uşaq artıq başa düşür ki, yəni mən belə başa düşdüm ki, mən ağlasam və yaxud da etiraz eləsəm, valideynim buna qarşı çıxır. Amma bir dəfə, iki dəfə, üçüncüdə artıq valideyn də bezir, çünki ağlamağımı istəmir. Bunun qarşısını əslində bilənlərlə almaq mümkündürmü? Yəni uşaq ağlayır, valideyn dirəniş göstərir və almır. Və uşaqla bir yerdə marketdən çıxır. Bəli, sadəcə olaraq məsələn ağlamaq deyəndə təbii ki, ancaq uşaq nəyisə elətdirmək istəyirsə o nəzərdə tutulur. Yox tutam ki, uşaq yıxıldı, marketdə yıxıldı, canı acıyır və yaxud da fiziki olaraq hər hansısa bir hissəsi ağlayır. Orada biz onu qucağımıza götürmürük və yaxud da uşağa yaxınlaşmırıq ki, mən sənə demişdim ki, marketə gedəndə ağlama. Bununla digəri tamam fərqli bir şeylərdir. Yox, əgər uşaq tutam ki, başı harasa dəydisə, mən demişdim ki, sən ağlamamalısan və uşağı götürürük, evə aparırıq. Bunlar tamam başqa bir şeylərdir. Uşaqların ilk ünsiyyət dili ağlamaqdır. Çağalıq dövründə uşaqlar ağlamaqla bizə göstərirlər ki, acıyıblar, susuyublar və yaxud da qucağa götürülmək istəyir. Biz emosional olaraq uşaqların emosional tələbatını ödəməsək, daha sonra yeniyetməlik dövrünə gəlib çatanda onlar bizə yaxınlaşmayacaqlar. Biz bunu valideynlərdə müşahidə edirik. Məsələn, əvvəl yeniyetməlik dövrü başlayırdı 14-15-16 yaşında. İndi yeniyetməlik yaşı aşağı enir. 11-12 yaşından etibarən, hətta 10 yaşından etibarən yeniyetməlik başlayır. Yəni bu dövrdə valideynlərin bu dəqiqə əsas onları narahat edən nədir? Övladım mənlə heç nəyi paylaşmır. Çünki emosional bağ yaranmır. Yəni emosional bağ da odur. Biz marketin üzərindən nümunə çəkirdim ki, uşağın başı harasa dəydi. Mən sənə demişdim ki, ağlasan sənin üçün heç nə alınmır. Yəni bu nəyəsə görə ağlamır axı. Yəni hansısa bir əşyaya görə və şirniyyata görə ağlamır. Başı dəyib. Və emosional olaraq bizdən kömək istəyir. Onu təbii ki, mütləq etməliyik. Ən çox hansı davranışlar uşaqda travma yaradır? Hansı davranış? Ən başdan onu demək istəyirəm ki, xüsusən 0-7 yaş dönəmi
uşaqlar üçün çox önəmlidir. Yəni bu yaş dönəmində valideynlər istəyir davranışlarına, sözlərinə, hərəkətlərinə, hətta mimikalarına belə diqqət etməlidirlər. Düzdür, mənim bir mimikamdan uşaqda travma yaranacaq və yaxud da dediyim bir sözdə yaranacaq. Yəni bunların uşaqda travma yaranmağın səbəbi nədir? Ən başlıca olaraq özlərini yetərsiz görürlər. Uşaqlar da özlərini nə vaxt yetərsiz görürlər? Çox müqayisə ediləndə. Tutam ki, valideyn tərəfindən 1-ci sinifə gedir, uşaq müqayisə edir. Bax, sinif yoldaşına dərslərini necə yaxşı edir, amma sən bunu edə bilmirsən. Və yaxud da fiziki şiddət görəndə, nəinki fiziki şiddət, emosional şiddət görən uşaqlar. Məsələn, uşaq yaxınlaşır valideynə, hansısa bir sevincini bölüşmək istəyir. Valideyn ona qulaq asmaq əvəzinə, əksinə onunla aqressiv danışır və yaxud da elədiyi yaxşı işlərin içərisində yalnız biri. Tutam ki, uşaq bugün 5 dənə 5 qiymət alıb, 1 dənə 3 qiymət alıb. O aldığı 5 dənə yaxşı qiyməti görmürük, ancaq aldığı 3 qiyməti görürük və onun üstündə başlayırıq uşaqla mübahisə eləməyə ki, niyə bu da 3 olub? Bizim əsas odaqlanacağımız hissə uşağın müsbətləridir, mənfiləri deyil. Biz uşağın mənfilərinə daha çox diqqətimizi ayırdıqca uşaqlar deyirlər ki, deməli, yəni bu cür olmaqla, yəni qışqırmaqla, ağlamaqla və yaxud da özünü pis aparmaqla mən diqqəti daha çox cəlb edə bilərəm. Və travma yaranmanın əsas səbəbi bir dediyim kimi sevgi doyumsuzluğu ola bilər. 0-7 yaş dönəmində uşaqlara sevgi lazımdır. Bu sevgi də nədir? Bu aralar Instagramda çox rastlama çıxır belə bir şeylər. Uşaq ağlayır, çağadır, 2 aylıqdır, 3 aylıqdır, qucağa çox götürməyin və yaxud da 4 aylıqdır, qucağa götürməyin. Uşağın 2-3 aylıq canlanma kompleksidir. Bu dönəmdə o öz yaxınlarını, anası, atası və yaxud da nənəsi, babası bunları tanıyır. Əksinə daha çox qucağa götürülməlidir. 0-1 yaş dönəmində isə əsasən valideyn və ananla emosional bağı güclənir uşağın. Bu dönəmdə emosional bağın güclənməməsi sonradan yeniyetməlik dövründə belə onda hər hansı bir travmalarının üzə çıxa bilər. Və bəzən valideynlər deyir ki, mənə elə gəlir ki, heç bir problemi olmayıb, yeməyini yeyib, içməyini içib, ən yaxşı məktəblərdə oxuyub. Necə oldu ki, bu uşaqda tutam ki, hansısa bir hadisədən sonra və yaxud da evdə olan hadisədən sonra travma yaranır. Evin daxilində ata-la ananın mübahisə etməsi və yaxud da bir-birlərinə şiddət göstərməsi, uşağa qarşı şiddət, eyni zamanda emosional şiddət nə deməkdir? Sözlərlə olan şiddət. Sən bacarmayacaqsan, səndə alınmayacaq. Bütün bunlar da travmaya səbəb ola bilər. Uşaqları çox qorumaq bir danışdıq barədə, hansı ki, qoymurlar heç kimə qucağa falan getməyə. Yəni bu qorumaq əslində çox zərərlidir, yoxsa ki, formasında olmalı kifayətdir? Qorumaq bilirsiniz həddində olmalıdır. Məsələn, qoruyucu ailə modelləri var. Onlar hər şeyi seçirlər uşaqlar üçün. Uşaqların geyimi, yeməyi, uşaqlar kimlə dostluq eləyəcək, onu belə seçirlər. Bu insan yaxşı deyil, onunla dostluq eləmə. Bununla dostluq elə. Bu qədər qoruyuculuq, hətta uşağın çantasını belə yığırlar. Uşaq çantaya artıq bir şey qoya bilməz. Məsələn, istədiyi qələm bu deyil, başqa bir qələmdir. Valideyn deyir ki, yox, sənə bu lazım deyil, bu lazımdır. Qoruyuculuq sonradan nəyə gətirir? İnfantil uşaqların böyüməyinə. İnfantil uşaqlarda necə olurlar? Onlar sərbəst qərar verə bilmirlər. Mənim əvəzimə etsinlər. Yəni daha çox gözləyirlər ki, onların əvəzinə ana qərar versin və yaxud da ata qərar versin. 20 yaşı var, 25 yaşı var, mağazaya gedir, geyim almağa özü qərar verə bilmir. Görüntülü zəng edir anasına ki, bu geyimlərdən hansını mən alaram və yaxud da universitetə hazırlaşır, hələ qərar verə bilməyib ki, hansı ixtisasa getsin. Bundan əlavə dost seçimi. Biz insanlar hər birimiz yeniyetməlik dövründən və yaxud da kiçik məktəb yaşı dövründən fərqli insanlarla dost oluruq. Pisi olur arasında, yaxşısı olur. Bütün bunları biz sınaqdan keçirtməliyik ki, son olaraq 30, 35, 40 yaşımızda səhvlə düzü ayırmağı bacaraq. Amma ömür boyu 20 yaşına qədər, 25 yaşına qədər qorunan bir insan heç bir halda nəyin yaxşı, nəyin pis olduğunu heç vaxt müqayisə edib nəticəyə gələ bilməz. Yəni qoruyuculuğun sonu heç də müsbətə doğru getmir. Təbii ki, valideyn övladını qorumalıdır, təhlükələrdən qorumalıdır, pis insanlardan qorumalıdır. Amma hər şeyi onun əvəzinə etməməlidir. Biz unutmamalıyıq ki, biz sərbəst bir şəxsiyyət böyüdürük. Şəxsiyyət deyəndə öz qərarları olan insan nəzərdə tutulur. Yəni bizim dünyaya gətirildiyimiz övlad bizim mülkümüz deyil. Biz onu həyata hazırlayırıq. O insan həyata hazırlanandan sonra o sərbəst şəkildə qərarlar verməlidir. Amma biz onları çox qoruduqca bu qərar verməyinin qarşısını belə almış oluruq. Xarakterlə danışdınız, uşaqların xarakterin formalaşmasından. Uşaqlıqda olan şeylər böyüyəndə bizə nə qədər təsir edir? Xarakterin formalaşması, məsələn, temperament genetik olaraq gəlir, amma xarakter artıq dünyaya gələndən sonra formalaşır. Bir insanın xarakterinin formalaşması mikromühitdən başlayır. Mikromühit də ailədir. Yəni ailə daha çox sonra biz məhəlləyə çıxırıq, orada uşaqlarla oynayırıq ki, indiki uşaqların əksəriyyəti bunu etmir. Daha sonra bağçadır, məktəbdir. Eyni zamanda bizim xarakterimizin formalaşmasına nəinki ətrafdakı insanların davranışı, bizim davranışımıza onların reaksiyası, hətta bizim baxdığımız filmlərdə, oxuduğumuz kitablarda, uşaqlıqda baxdığımız cizgi filmlərdə, animasiyalarda, bütün bunların öz təsiri olur. Biz bunun fərqinə varmırıq. Məsələn, uşaqlar üçün nağıl oxuyur. Bəzən valideynlər sual verir ki, bu qədər hər axşam mən nağıl oxuyuram öz övladıma. Bunun bir təsiri varmı?
bütün nağılların, bütün oxunulan kitabların uşağın xarakterinin formalaşmasına öz təsiri var. Yəni bunu elə bir məhfum deyil ki, biz onu görək. Yəni biz hansısa bir kitab deyil ki, bunu açıb baxaq, bu falan səhifəsindədir. Bu zamanla, illərlə yığılan bir şeydir. Xarakter dəyişə bilirmi? Dəyişir. Xüsusən yeniyetməlik dövründə. Bəzən yeniyetməliyə qədər özünə qapalı olan uşaqlar olur ki, yeniyetməlikdən sonra daha aktiv olmağa başlayırlar. Məsələn, sosial həyatda iştirak etmirdilər, yeniyetməlikdən sonra sosial həyatda iştirak etməyə başlayırlar. Bəzən isə əksinə, yəni qapalı olmağa başlayırlar. Daha aktiv olan biri introvert istiqamətinə getməyə başlayır. Yəni az seçir ətrafında olan insanları. Tutalım ki, 20 yaşına qədər insan hamıyla dostluq eləyir, kim qarşısına çıxdı, əhatəsi genişdir, amma 20 yaşından sonra isə seçir. Bu insanla mən dostluq edəcəm, bu insanla edə bilməyəcəm. Xüsusən bunlar nə vaxt belə deyə ümumi olaraq nəticəyə gəlir? 30 yaşı, 25-30 yaş dövründə insanlar hər insanla belə deyək ki, dost ola bilmirlər. Hər insanı həyatlarına buraxa bilmirlər. Yəni çevrə olaraq, tutam 25 yaşına qədər çevrə daha geniş idisə, 25 yaşından sonra onu daraldırlar. Daha çox öz daxili dünyalarına, kim yaxındırsa həmin insanlarla yoluna davam etmiş olurlar. Uşaqlarına kitab oxuyan valideynlərdən misal çəkdiniz. Ümumiyyətlə mükəmməl valideyn anlayışı var. Xeyr. Bu yaxınlarda qarşılaşdım. Bir valideyn dedi ki, mən əminəm ki, mən mükəmməl valideynəm. Ümumiyyətlə biz buna heç cür əmin ola bilmərik. Necə ki deyirik ki, mükəmməl insan yoxdur, eləcə də mükəmməl valideyn yoxdur. Biz deyirik ki, valideynlər burada səhv elədilər, burada bu cür etməməli idilər. Bunu məqsədli şəkildə etmirlər. Yəni biz valideyn olmağı bu cür görürük. Biz valideynlərimizdən nəyi görmüşüksə, o cür valideyn olmağa çalışırıq. Və yaxud da əksinə, valideynlərimizdən gördüyümüz davranışı öz övladlarımıza yansıtmamağa çalışırıq. Tutam ki, avtoritar rejimdə böyüyən insanlar övladlarında demokratik üsluba daha çox üstünlük verirlər. Tutam sərbəstlik verirlər, sən özün qərarlarını verməlisən. Bunların hamısı, məsələn, uşağın geyimlərinin seçilməsi olsun, məktəbinin seçilməsi olsun və s. bunların hamısına icazə veririk ki, özləri etsinlər. Amma yəni orada əksərən indi valideynlər nəyi itirir, balansı itirirlər. Nəyi olar, nəyi olmaz. Bəzi valideynlər var ki, həddindən artıq çox icazə verirlər və belə düşünürlər ki, mən əgər uşağımı kifayət qədər yaxşı yedizdirirəmsə, bahalı markalardan əgər onu geyindirirəmsə, o özəl məktəbdə oxuyursa, yəni istədiyi telefonu varsa, o mükəmməldir. Yəni mükəmməllik maddiyatla da deyil. Bəzi valideynlər var ki, onlar düşünürlər ki, məsələn, mən uşağıma emosional olaraq bütün tələbatlarını ödəyirəm. Yəni 24 saat yanındayam. Onu bağçaya da qoymamışam. Biz bütün gün onunla məşğul oluruq, oynayırıq. Bu da mükəmməliyyətçilik deyil. Uşağın tutam ki, bağça yaş dövründə uşaq bağçaya getməlidir. Çünki o sosiallaşmalıdır. Sosiallaşmalıdır, paralel oyunlara keçid eləməlidir, nitqini artırmalıdır. Bütün bunları valideynlə bir yerdə edə bilməz. Valideynlik məktəbi deyə bir şey yoxdur. Yəni ailə qurmamışdan öncə, tutam ki, biz ailə qurduq, ondan sonra valideynlik məktəbini keçək, nə düzdür, nə səhvdir, bunu etməliyik. Çox təəssüf ki, belə bir şeylər yoxdur. Kim necə bacarırsa, o cür valideyn olur. Və bizim bacardıqlarımızın hamısının %100 düz olduğuna da biz əmin ola bilmərik. Və sizcə telefon bu dəqiqə uşağın formalaşmasında, böyüməsində və yaxud da inkişafında nə formada təsir edir? Telefonu heç bir, məsələn, 10 yaşı var, 12 yaşı var, uşağa heç telefon verməyin, bu da düz deyil. Və yaxud da telefon bütün günü uşağın əlində olsun, bu da düz deyil. Məsələn, hardasa bir neçə ay bundan əvvəl bir konfransda mən çıxış elədim, orada bildirdim ki, uşağın vaxtının düzgün bölünməsi valideynindən asılıdır. Orada bir çox yaşlı nəslin nümayəndəsi çıxış elədi, o bildirdi ki, biz də uşaq olmuşuq. Yəni biz də uşaq olmuşuq, bütün bunların hamısına bizimlə heç vaxt keçirtməyiblər. Biz bütün günü küçələrdə olmuşuq, oynamışıq. O dövrlə indiki dövr eyni deyil. Məsələn, o dövrdə biz hamımız elə olmuşuq. Yəni 90-2000-ci illər arasında doğulanlar, yəni daha çox küçədə, həyatda çox vaxt keçirdilər. Biz bir-birimizlə çox oynamışıq. Amma indi dövr telefon dövrüdür və telefon, əgər sinifdə 30 uşaq varsa, 30 uşağın 29-unda telefon varsa, mən öz uşağıma telefonu vermirəmsə, onun artıq digərlərindən uzaqlaşması deməkdir. Eyni zamanda uşağın bizə qarşı da aqressiyası yarana bilər. Yəni özünü uzaqlaşmış hiss edə bilər. Sadəcə olaraq biz uşaqlara nəyi öyrətməliyik? Telefondan düzgün istifadə etməyə. Proqramlar var, hansı ki bu proqramlar bəzi saytlar var ki, onlara daxil olmanı bloklayır. Bundan istifadə edə bilərik. Və yaxud da başqa bir proqramlar var ki, valideynlər onun vasitəsilə izləyə bilir. Uşaqlar hansı saytlara daxil olurlar, hansı proqramda fəaliyyət göstərirlər, bunu bilirlər. Və telefonla bağlı söz düşmüşkən, məsələn, mənim bir neçə pasiyentim olub ki, sırf bununla bağlı müraciət edirlər ki, uşaq telefonu çox istifadə edir. Və mənim ilk sualım valideynə olur. Siz özünüz telefonu çox istifadə edirsiniz, yoxsa yox? Bəzi valideynlər deyir ki, məsələn, işimlə bağlı olaraq telefon bütün gün əlimdə olur. Bəzi valideyn deyir ki, məsələn, boş olanda yarım saatlıq olaraq hansısa sosial şəbəkədə vaxt keçirdirəm. Biz
Doğulduğumuz gündən etibarən bu atalar sözünü eşidirik. Uşaq evin güzgüsü. Uşaq nə gördüsə onu edəcək. Əgər bu mənim işimdir, telefon mənim əlimdədirsə, biz uşağa qadağa qoyuruq ki, təbii ki, sən telefonu istifadə etmə. Yaxşı, o boşluğu uşaq nə ilə doldursun? Nə etsin həmin o müddət ərzində? Ona bu alternativi də vermirik, amma deyirik ki, telefonu istifadə etmə. Və yaxud da özümüz də istifadə etmirik, telefonu uşağa da icazə vermirik, yenə də heç bir alternativ vermirik. Uşaq oturub divara baxacaq. Təbii ki, inkişaf dönəmində olan uşağa bunun alternativlərini vermək lazımdır. Əgər vaxtınız varsa, bunun əvəzinə bir yerdə şəkil çəkə bilərsiniz, gəzməyə gedə bilərsiniz, hər hansı bir oyun mərkəzlərinə gedə bilərsiniz. Uşağın marağı nəyədirsə, məsələn, şahmat oynamaq. Bir yerdə bunu edə bilərsiniz, adi boyamalar edə bilərsiniz və yaxud da siz də istifadə edirsinizsə, vaxt qoya bilərsiniz. Məktəbdən gələndən sonra bu müddət ərzində telefonu istifadə edə bilərsən. Və bəzən də uşaqlardan telefonu valideynlər çox sərt şəkildə alırlar. Tutam ki, xəbərdarlıq edirlər ki, götürəcəm indi telefonu səndən və uşaq qaytarmır, gətirdi, telefonu aldı əlindən. Elə olmamalıdır. Xəbərdarlıq 2 dəfə verilir uşağa. Məsələn, birazdan telefon götürüləcək. Birazdanın 5 dəqiqəsi keçəndən sonra bir də xəbərdarlıq edirik. Artıq 3-cü dəfədə əlinizi açırıq ki, mən artıq 2 dəfə sənə xəbərdarlıq eləmişəm, sən o telefonu qoymalısan. Uşaq hansısa bir oyunun ortasındadır və yaxud da hansısa bir cizgi filminə baxır, bunun ortasındadır, birdən-birə gəldik, götürdük. Mütləq uşaqlar üzərində nə isə edəndə də özümüzü onların yerinə qoymalıyıq. Bunu nə üçün etməliyik? Məsələn, 10 yaşında bir uşaqdır, o 10 yaşındadır. Biz də 10 yaşında olmuşuq. Amma heç vaxt 30 yaşında olmayıb. Biz eyni vaxtda 10 yaşında bir insan kimi düşünə bilərik, 30 yaşında biri kimi düşünə bilərik. Biz bəzən unuduruq. Özümüz 30 yaşında biri olduğumuz halda elə bilirik ki, o da bizim kimi düşünməlidir. Amma uşaqların psixologiyası yetkinlərdən fərqli işləyir. Ona görə də bunu mütləq nəzərə almalı. Uşaqlara bugün telefon verilməli-mi sualının cavabı nəzarətlə verilməlidir. Çünki telefonda bugün biz bilirik ki, elə proqramlar var ki, elə funksiyalar var ki, onlar istəyir onların inkişafına, istəyir təhsilinə olduqca müsbət təsir edir. Və niyə də uşağı bunlardan məhrum edir? Sadəcə olaraq nəzarət altında uşaq bunlardan istifadə edə bilər. Çox sağ olun. Sonunda bir sualım da var. Valideynlər üçün qısa bir məsləhət nə verə bilərsiniz? Valideynlər üçün məsləhət ilk olaraq övladlarını müqayisə etməsinlər. Bayaq da bu haqda dedim. Çox təəssüf ki, bizim cəmiyyətimizdə bu çox yayılıb. Məsələn, başqasının qızı, başqasının oğlu, qonşunun oğluna bax, sinif yoldaşına bax. Bunun vasitəsilə biz uşaqların özgüvənini aşağı salmış oluruq. Sonra niyə övladım bunu edə bilmədi? Və yaxud da evdə edir, evdə dərsini danışır. Niyə məktəbdə getdi, bunu edə bilmədi? Yəni, bunun səbəbi, yenə dedim, bilməyərəkdən biz bunu edirik. Uşaqlarımızın özgüvənini aşağı salmış oluruq. Yəni, müqayisə etmək uşaqlarımızı geri salır. Nəinki, bəzən bizə elə gəlir ki, biz müqayisə etməni onları irəli çəkəcəyik. O, özünü qonşunun uşağı ilə müqayisə edib irəli gedəcək. Yox, əksinə. O daha çox geri getməyə başlayır. Yəni, anam məni bəyənmir, atam məni bəyənmir, mənim əvəzimə qonşunun uşağını bəyənmir. Ona görə də bu müqayisə etməyi valideynlər yığışdırsa çox yaxşı olar. Bundan əlavə, başqa bir məsləhət övladları ilə dost olmaqdır. Düzdür, bəzi valideynlər deyir ki, mən övladımla o qədər dostam ki, qızım gəlir, hər şeyi mənə danışır, oğlum gəlir, hər şeyi mənə danışır. Övladla dost olmağın da bir sərhədi var. Təbii ki, elə şeylər var ki, o öz cinsindən olan bir insanla bunu paylaşmalıdır. Tam ki, 14 yaşında, 15 yaşında bir qızın rəfiqəsi olmalıdır. O daxili hissləridir, emosiyalardır, bütün bunları öz yaşıdı ilə paylaşmalı. Eləcə də oğlan bunu etməlidir. Amma təbii ki, valideynlə dost olmalıdır. Yəni, onu nə narahat edirsə. Məsələn, qısa olaraq öz müşahidəmi deyəcəm. Küçədə gedirik, uşaqlar məktəbdən çıxıblar. Uşaq danışır. Ana, bilirsən bugün nə oldu? Ana telefondadır. Ana baxmır, uşağa qulaq asmır. Və yaxud da bayaq bunu dedin də danışdın. Dünən bunu danışmışdın. Bildim, başım ağrıyır, bəsdir. Bu sözləri çox istifadə edirlər. Əgər uşağın ünsiyyət tələbatı varsa, yəni sizinlə danışmaq istəyirsə, biz bu ünsiyyət tələbatını ödəməliyik. Çünki biz bunu etməsək, uşaq bunu başqa yerdə axtarmağa başlayacaq. Başqa yerdə axtaranda da bəzi uşaqlar bunu müsbətə doğru çevirə bilirlər, bəzi uşaqlar isə əksinə mənfi qruplara düşürlər. Yəni sonradan niyə belə oldu? Biz harda səhvə yol verdik? Axı uşağımın istədiyi hər bir şey edirdim. Necə oldu ki, övladım məsələn pis insanlara qoşandı, siqaret çəkməyə başladı, spirtli içkiyə başladı tam yeniyetməlik dövründən sonra. Bunun da səbəbi dolayı yollarla vaxtı ikən bizim onun ünsiyyət tələbatını və yaxud da emosional olaraq tələbatını ödəməməyimiz ola bilər. Çox sağ olun Turanə xanım. Bu gün verilişimizə qonaq olduğunuz üçün. Sizin də əgər sualınız varsa rəy bölməsinə yaza bilərsiniz. Növbəti buraxılışda Turanə xanıma həmin sualları ünvanlaya bilərik. Sağ olun, minnətdarım. Sağ olun.